İnnel hamde nahmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye lehu ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Amma ba'd. Demək bu məktub WhatsApp-da olan məktubdur. Şək yoxdur ki, yayılıb. Şeyx Abdülmalik Ramadani'nin məqaləsidir. Və məqalə nədir? Atalara olan mühüm tövsiyələr və öz övladlarını necə tərbiyələndirsinlər. Öz övladlarını necə tərbiyələndirsinlər. Və Şeyx Abdülmalik Ramadani indiki yaşayan alimlərdəndir. İbn Qudam Məqdisinin qədimdə olan alimlərdən bir alimdir. Onun kitabını oxuduqda, yəni qabağına çıxdıqda, yəni bir səhifəli kitab, kitab böyükdür, amma nədir? Oradan elə bir ki, məqalə kimi çıxardır. Minhəcül Qasidin kitabında. Və deyir, İbn Qudamə Əl-Məqdisi rahimehullah deyir ki, bil ki, uşaq, övladın valideynin yanında əmanətdir. Övlad valideynin yanında əmanətdir. Və övladın qəlbi bir almaz kimidir. Və o almaz hər bir naxışa, hər bir zərbəyə, hansı ki təmizləndikdə, onu qəbul edir, o almaz. Və deyir ki, uşaq, övlad xeyrə öyrədildisə, o artıq xeyir üzərində böyüyəcək. Və bunun da burada kimin iştirakı var? Atanın ona qarşı iştirakı var. Yəni uşağın öyrətməsində iştirakı var. Necə ki, onu tərbiyələndirir savab işlərdə. Amma şər üzərində öyrədilərsə və ona öyrəşərsə, artıq şər üzərində də uşaq böyüyər. Və artıq da o uşağın günahı da valideynin boynunda olar. Və ona görə də gərəkdirir uşağı qorumağa, övladı qorumaq bu pis şeylərdən və onu tərbiyələndirəsən və ona gözəl əxlaq verəsən. Gözəl əxlaqla öyrədəsən və onu pis dostlardan qoruyasan. Və onu nemətlərə, yəni bol nemətlərə öyrəşdirməməlisən. Və rifai həyata, yəni gözəl həyata səbəblərini aparan şeylər sevdirməməlisən uşağa. Yəni övladı rifai həyatı aparan səbəblərdən onu uzaqlaşdırmalısın. Və əks halda uşaq nədir? Yəni o həmən övlad ömrünü o rifai həyata can atması üçün ömrünü zaylayacaq o şeyə görə. Böyüdükdə. Və ilk öncə deyir ki, Şeyx İbn Qudamə deyir ki, ömrünün ilk vaxtında deyir ki, uşağa nəyə diqqət etməlisən? Deyir, onun süd verməsində, yəni südün verilməsində salih ananın halal yeməyi olmalıdır. Yəni salih ananın övladına halal yeməyi olmalıdır. Yəni südü halalla olmalıdır. Şək yoxdur ki, nədir? Evlilik halal çərçivəsində olmalıdır və artıq yəni nikah da halal çərçivəsində olmalıdır. Bəllidir hər bir şey. Və deyir ki, çünki niyə görə? Deyir ki, haramdan olan, yəni hasil olan süd, orada bərəkət yoxdur. Və şək yoxdur ki, nədir? Bunun adı nədir? Uşağın da ilk tərbiyələnməsi və südün içilməsi nə ilə başlayır artıq? Haramla başlayır. Necə ki, hədisdə gəlir. Və ğudhiyə bil haram. Necə ki, hədisdə gəlir ki, o haramla bəslənib. Necə ki, onun duası qəbul olunsun hədisində. Və sonra şeyx nə qeyd edir? Deyir ki, artıq haqla batili, yəni təməyyiz deyirlər. Deyirlər ki, yəni müəyyən şeylə başa düşməyə başlayır artıq. Haqla batil, pislə yaxşını başa düşdükdə ona ilk öyrətdiyin şey həya olsun. Həya. Yəni həyalı olmaq. Yəni, onda da bir nümunəvi bir misal çəkək, başa düşək deyə. Yəni ən azı uşağın yanında övrət yerində, məsələn, ana yuyur ya ata oynayır. İlk nə deyirsən ki, bu olmaz, ayıbdır, gizlət. Və o uşaq ondan olmalıdır. O həyanı özünü hiss eləməlidir artıq. Və bunu öyrətdikdə və şək yoxdur ki, bu həya ilə artıq onun ağlının kamilliyini artıq bir müjdədir. Həddi buluğa çatdıqda. Və onun tərbiyələnməsi həya ilə kömək olunur. Yəni, həyanın köməyi ilə uşaq nədir? Tərbiyələnir. Və sonra isə qeyd edir ki, və ilk olaraq sonra onu pis yeməklərdən, şər yeməklərdən uzaqlaşdırmaq və ilk öyrətdiyin də şey olmalıdır? Yeməyin ədəbləri.
Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir: "Ya gulam, səmmillə, kul bi yaminik və mimma yalik." Ey oğul, bax Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Bu əslində bu hədis mənim özümdən əlavə etdiyimdir. Yəni başa düşəsiz deyə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyir: "Ey oğul, nədir? Bismillahdır. Bismillahdır. Sağ əlinlə ye və önündəki yeməyi ye." Və görürsüz Peyğəmbər sallallahu əleyhi və səlləm nəyə öyrədir? Bu ədəbi öyrədir. Hansı ki bu ədəbi biz belə deyək də neçə ildən sonra başa düşürük və dərk edirik. Və bu nə olmalıdır? İlk vaxtlarda uşağın üzərində olmalıdır bu şeylər. Və sonra nə deyir ki, çox gözəl burada söz işlədir şey. Deyir, bəzən təkcə uşağa çörək verirsən yesin. Ancaq çörək yesin. Bəzi vaxtlarda. Yəni yeməkləri gizlədirsən, öyle ordinary, yəni evdə yeməkləri gizlədirsən. Ət yox, bir şey yox, heç nə yoxdur. Ancaq çörək verirsən. Çünki niyə görə qoy o onu öyrənsin. Bilsin ki, nədir? Çörəklə qidalanmaq lazımdır. Yəni başqa nə ət yoxdur, nə çorba yoxdur, ya başqa şirniyyat da yoxdur. Bu şeylə nə olur? Artıq başa düşür artıq və onun həmişə beyninə salırsa nədir? Çoxlu yemək pislikdir. Yəni çox yemək nədir? Çoxlu yeməyin olması pislik əlamətidir. Və onun yanında həmişə onu pisləyirsən. Çünki nədir? Həmçinin şəkildə deyir ki, çoxlu yemək, qarnını doyuzdurma heyvanlara oxşamaq kimidir. Necə bilirsiniz ki, dana yedikcə nə olur? Partlayır və sonra da ölür. Və həmən də bu şeydir. Sonra şeyx gedir məsələlərdən biri nədir? Deyir, onu uşağa ağ geyim öyrədirsən geyinməyə. Yəni ağ paltar geyinməyə sevdirirsən onu. Və cürbəcür rəngbərəng geyimlərdən çəkindirirsən. Rəngbərəng geyimlərdən onu çəkindirirsən. Niyə görə? Başa salırsan ki, rəngbərəng geyimlər nədir? Qadınların xislətidir. Qadınların geyimidir. Və qadınların geyimindən yenə yemək lazımdır, çəkinmək lazımdır. Və daima onu başa salırsan ki, bu həm qadınların, həm də qadına bənzər olan kişilərin, belə deyək də, geyimidir. Ona görə ey balam, ey övladım, bu rəngli şeydən çəkin. Və sonra qeyd edilir ki, şeyx ki, uşaqları, öz uşağı və öz övladı başqa uşaqlarla qarışmağa qadağan edirsən. Hansı ki, o uşaqlar ki, nifai həyatla, nemətlərlə bol olan kəslərlə olan uşaqlar, hansı ki, o bol nemətlərlə yaşayır o uşağı, o öz uşağı onlarla qaynayıb qarışmağa insan qadağan edirsən. Onlarla oturub durmağa qadağan edirsən. Sonra isə onu məşğul edirsən harada? Mədrəsələrdə, Quran mədrəsəsi, hədis mədrəsəsi, ya xeyri danışıq mədrəsələri. Çünki niyə görə? Onun qəlbi salihlərə sevgi ilə yetişsin. Əkinlik olsun. O qəlbində ağac əkini kimi, necə ki, ağacı kökü olur, düzdür? Onun da qəlbindən olsun, salihlərə qarşı sevgi artsın. Və şeyx burada nə qeyd edir? Deyir ki, dayə şeirlər əzbərləməsin. Necə ki, o şeirlərdə aşıqlar zikr olunur. Və şək yoxdur ki, şeyxin bunu qeyd eləməsi nədir? Qədimə qaydırıq. 400-cü illərdə o vaxt şeirlərinizə məşğul. Amma indiki zaman nədir? İndiki zaman məktəblər. Məktəblər gündə olan 6 saat vaxt ayrılır, ya 5 saat vaxt ayrılır. Uşaq nə olur? Demək olar ki, bütün taqətdən düşür və cürbəcür elmlər öyrənir, Quran və sünnədən başqa və qəlbi nə ilə dolur? Dünya elmi ilə dolur. Və sonra qeyd edilir ki, artıq uşaq, yəni müəyyən bir gözəl əxlaqa nail olduqda və gözəl əməllər etdikdə, deyir ki, gərəkdir onu ikram etməyə, yəni hədiyyə verirsən. Onun etdiyi əmələ sevindirici şeylərlə mükafatlandırırsan. Və insanların içində onu yenilsən, tərifləyirsən. Ki, belə bir gözəl bir əməl etdi, belə bir şey etdi, yəni insanlar içində onu yenilsən, həvəsləndirirsən. Amma deyir ki, bəzən, ola bilsin ki, bəzən nədir? Bəzi müxalif əməllər etsin. Günah etsin, ya hansı bir xoşa gəlməyən bir əməl etsin. Deyir, o şeydən yenilsən, göz yumursan. Yəni, təğafül edirsən, göz yumursan və o əməlini, o eybini açmırsan ona. Amma yenidən qayıtsa o əmələ, yəni o pis əmələ qayıtsa, onu gizlincə danlayırsan. Danlayırsan və qorxudursan ki, onu ki, bunu mən insanlara, yəni ətrafındakı dostlarına xəbər verəcəm. İnsanlar sənin ətrafında bu etdiyin əməli biləcəklər. Və onu qorxudursan o şeylə. Və deyir ki, onu çox danlama. Yəni, övladı çoxlu danlama. Çünki çoxlu danlamaq artıq onun o qınalmaq, eşitmək qabiliyyəti deyək də, o artıq onu öyrəşir. Və onun üçün o nə olur? Adi olur.
Və deyir ki, həmişə nə? Onun yanında öz kəlamını, yəni öz danışığının heybətini qoru. Öz heybətli danışığı, yəni onun yanında daima qoru. Yəni bir sözdür, kəskin olsun, gözəl olsun və bununla da o səndən çəkinsin və o əməli etməsin. Və eyni zamanda burada anaya nəsihət edir. Bir dənə nəsihət gəlir burada anaya. Və deyir ki, anaya da gərəkdirir ki, daima atası ilə qorxutsun öz övladını. Anaya, nə nəsihətdir burada? Ana daima öz övladını nə ilə qorxutmalıdır? Ata ilə. Ki, ata gəlsə bu nə edər, ata gəlsə belə eləyər, ata gəlsə belə. Daima uşaqdan olmalıdır, övladda ataya qarşı qorxu olmalıdır. Və sonra qeyd edir ki, gündüz vaxt yatmağı qadağan etmək. Yəni, gündüz vaxtı yatmamalıdır uşaq. Çünki niyə görə? Deyir ki, o gündüz yatmaq onda tənbəlik yaradır. Və eyni zamanda gecə vaxtı yatmağa mane olmayın. Yəni, gecə vaxtı yuxusu gəldi artıq. Məsələn, işə namazının vaxtından sonra dərhal nədir? Yuxu gəldi, yatsızmaq lazımdır. Və eyni zamanda deyir ki, gözəl, yumuşaq yataqlardan onu çəkindirin. Uşaq belə, yəni yumuşaq, rahat yataqlarda yatmasın. Və əksinə nədir? Öyrəşirsin nəyə? Möhkəm. Möhkəm və taxtadan yeyək, belə deyək, sərt olan yataqlara öyrəşdirilsin uşaq yatanda. Və eyni zamanda yeməyi, içməyi və hər bir şey onda bu şeylərdə öyrəşilməli nəyə? Elə deyək də, sərtlik kimi deyək, ya elə geyimlər olsun ki, məsələn, belə deyək də, o geyimlər ki, yumuşaq, incə geyimlər yox. Görsən, elə geyimlər olur ki, insana doğrudan da adam geyinmək istəmir də. Hətta o şeyi, geyimlər görsən ki, uşağı geyindirmək lazımdır ki, uşaq o şeylərə öyrəşsin. Və sonra gəzmək. Gəzməyi olsun, hərəkətlər olsun, idman olsun, uşağa nədir? O şeylər öyrədilsin. Niyə görə? Çünki o şeylər edilsin ki, tənbəllik onda yaranmasın. Və eyni zamanda nə öyrədilir uşağa? Öz dostlarının yanında atasının nail olduğu şeyə, atasında olduğu şeylərlə fəxirlənməsin. Yəni, uşağa öyrədilir ki, məsələn, deməsin ki, mənim atamın maşını var, mənim atamın mağazini var, mənim atamın məsələn, nəyisə var. Uşağa nə öyrədilir? Ki, ey oğlum, ey qızım, bu şeylər heç kimə danışılmır və fəxirlənmə heç kimin yanında. Bu gözəl tərbiyə edilməlidir. Ya da yeməklə, ya içməklə, evdə olan yeməklə, ya geyimlə fərqi yoxdur. Bu şeylər öyrədilməlidir ki, nədir? O, fəxirlənməsin bu şeylərlə. Və eyni zamanda ona öyrədilir nə? Təvəzzükarlıq, hörmət etmək, kim ki onunla gözəl rəftar edirsə, ona qarşı təvəzzükar olmaq, ona qarşı hörmətlə yanaşması. Və eyni zamanda ona qadağa edilir ki, başqa uşaqdan nəsə götürmək. Və öyrədilir ki, əksinə nədir? Götürmək pis əlamətdir, alçaqlıqdır. Amma vermək nədir? Ucalıqdır. Nə lazım uşağa? Öyrətmək lazım ki, nədir? Öz iqruşqalı, öz oyuncağı, öz nəyinsə bir şeyin varsa, ver. Çünki vermək nədir? Ucalıqdır və şək yoxdur, cömərtlikdir. Və eyni zamanda öyrədir ki, qızıl və gümüşü sevdirilməsi haqqında onu çəkindirmək, pisləmək. Yəni, qızıl və gümüşün nə qədər pis, nə qədər murdar olmasını öyrətmək. Və indiki zamanda nə aiddir? Pul, bəllidir. İndiki zamanda pul aiddir. Yəni, pul, uşaq bilməməlidir pul nə deməkdir. Hətta səhv etməsi indiki zamanda bəzi, kimləsə eşitmişəm, yalına deyək, kimsə müasir alimlərdən olub, yəni bilmir pul nədir. Pulun nə olmasını bilmir. Yəni, hansı müəyyən bir pul. Yəni, istifadə eləmir. Yəni, doğrudan da insanın o şeydən uzaq olması nə gözəldir, əlaqsızdır övladı bu şeydə öyrədəndə. Yəni, qızıl və gümüşün sevdirilməsi haqqında onu çəkindirmək. Və eyni zamanda öyrədilir, tərbiyə verilir ki, cəmaat içində tüpürməmək. Və cəmaat içində burnunu təmizləməmək. Yəni, fısıq nəsil deyirlər, burnunu təmizləmək bir sözlə. Eyni zamanda cəmaatın yanında əsnəməmək. Əsnəməmək bilirsiniz. Əsnəmək nədir? Şeytanlardır və cəmaat içində əsnəməmək. Və eyni zamanda öz ayağının üstünə qoymaq. Yəni, görsən ki, bizdə də adət var, görsən ayağını belə ayağının üstünə qoymaq, hansı ki, yaxşı oturuşlar deyir. O yaxşı oturuşları, yaxşı oturuş olmayan oturuşları, nədir, uşağı qadağan etmək lazımdır. Və eyni zamanda onu öyrədir nəyə? Çoxlu danışmamağa. Yəni, çoxlu danışmamaq. Yəni, biz başa salırıq ki, çoxlu danışma nədir?
Şək yoxdur ki, yaxşı şey deyil. İnsan sələflərdən gəlib. Çox danışır, insan neyini çox səhv buraxır. Və eyni zamanda o öyrədilir, tərbiyə verilir nəyə? Danışdıqda ancaq cavabla danışsın. Yəni sual verilir ona. Suala da cavab verir. Başqa əlavə nəsə danışmaq ehtiyac yoxdur. Və eyni zamanda öyrədilir nə? Kimsə onunla danışdıqda, kimsə onunla danışırsa, qulaq asması öyrətmək lazım. Yəni qarşındakı insan danışırsa, ona yeməlidir, susmalıdır və dinləməlidir onu. Şək yoxdur ki, əsasən kim olur? Böyük kəslər danışanda balaca nə olur? Susmalıdır. Ya da görürsən ki, həmçinin öyrədilir, nəyə öyrədilir? Ki, özündən böyük olan kəslər, üstün kəslər haqqının yanında durmaq, yəni belə deyək də, yol vermək kimi deyək, ya yerini vermək kimi deyək, o şeylər öyrədilir uşağa. Və eyni zamanda böyük kəsin yanında oturmağı, üzbəüz gözəl şəkildə oturmağı qeyd edilir burada. Üzbəüz gözəl şəkildə oturmağı öyrədir. Yəni oturanda üzbəüz oturmaq, bu bəllidir nəyə qayıdır? Cəbrail əleyhissalamla Peyğəmbər sallallahu əleyhi və səlləm görüşəndə Cəbrail əleyhissalam nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm dizinin dizinə və əlini onun dizinin üstünə qoyur. Və eyni zamanda öyrədilir pis danışıq, pozğun danışıqdan və söyüş söyməkdən qadağa olunması. Və eyni zamanda kim belə danışırsa, kim belə şeylərlə istifadə edirsə, onlarla oturmağı qadağa etmək. Çünki nədir? Əsl odur ki, uşağın qorunması pis dostlardan qorunmaqdır. Əsl nədir? Uşağın qorunması pis dostlardan qorunmaqdır. Və eyni zamanda daha yaxşıdır ki, uşaq müəyyən bir elmi tədrisdən sonra, Quran olsun, ya hədis olsun, ondan sonra onu rahatlıq vermək ki, oynasın, dincəlsin. Telefonla yox. Nə ilə? Havada. Futbol oynasın, qaçsın ora-bura, niyə eləsin? Tək nədir? O rahatlıq çıxsın. Necə ki, belə bir söz var, deyirlər, zikirdən sonra qəlbin rahatlığı. Zikirdən sonra qəlbin rahatlığı, yəni buraxmaq lazım. Tərvihin nəfs, nəfsi rahatlandırmaq məsələsi. Və eyni zamanda öyrədilir nə? Öyrədilir valideynə itaət eləmək, müəllimə itaət eləmək, müəllimə hörmət eləmək. Qarşındakı kim öyrədirsə onu, nə demək, ona qarşı yanaşmaq lazım, hörmətlə yanaşmaq və onu hörmət eləmək və ona qarşı təfəzzəkar olmaq. Baxın sonra nə deyir şeyx? Burada əsl nöqtə deyir. Şeyx İbn Qudamə rahimehullah deyir ki, 7 yaşa çatdıqda isə namaza əmr olunur. Demək, bu boyutda məsələ, bu boyutda tərbiyə nə vaxtda kim olur? 7 yaşa kimi. 7 yaşına artıq çatdısa, nə əmr olunur? Namaz qılınma əmr olunur. Və onun artıq dəstəmazsız namaz qılmağa nədir? İcazə verilmir. Onu göz yumamalıdır və daima dəstəmazı öyrətmək lazımdır. Və eyni zamanda öyrətmək lazımdır, qorxutmaq lazımdır yalan danışmaqdan, xəyanət etməkdən. Və şək yoxdur ki, artıq həddi buluq çatıqda artıq işlər buraxılır özünə. Şeyx Abdülmalik Ramadani bu risaləni elə bir ki, bəllidir ki, oxuduğu risaləni qeyd edir altdan. Elə bir ki, bu paylaşanında deyir ki, İbn Qudamə rahimehullahın bu kəlamını oxudum. Övladların tərbiyəsi haqqında. Sonra isə fəzilətli şeyx, sevimli şeyx Valid Seyf Ən-Nasr Həfizahullahın sözünü oxudum. Deyir ki, ən əzəmətli tərbiyə, övladın ən əzəmətli tərbiyəsi Quran, sünnə, əqidə, tövhid və tövhidin vacibatları və sələfin mənhəcində olan tərbiyə üzərindədir. Ən əzəmətli tərbiyə nəyin üzərindədir? Quran, sünnə, əqidə, tövhid və tövhidə aparan vacibatlar və sələfin mənhəcinin yolunda olan tərbiyədir. Sonra getdim sübh namazına. Kim bunu deyir? Şeyx Abdülmalik Ramadani. Və imam Əhzab surəsini oxudu. Əhzab surəsində oxuduqda Allah Subhanahu ayəsinə gəlib çatdıqda deyir ki: "Vəzkurna ma yutla fi buyutikunna min ayatillahi vel hikmə." Deyir, onlara
yəni onlar qeyd eləsin, yəni zikr etsinlər ki, yəni qadınlardan söhbət gedir. Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələrindən gedir söhbət. Ki onların evində Allahın ayətləri və hikmət oxunulsun. Allahın ayətləri və hikmət oxunulsun. Və Şeyx Abdülmalik Ramadani öz nəfsində deyir ki, fəqult fi nəfsi, öz nəfsimdə dedim ki, deyərik, danışdım ki, Şafi Rahimullah'ın, İmam Şafi Rahimullah'ın təfsir yadıma düşdü bu ayəyə. Ki, hikmə, buradakı ayədə hikmə nədir? Sünnədir. Sünnə. Və bu ayə, necə ki, Şeyx qayıdır, İmam Şafi Rahimullah'ın sözündən çox güman qayıdır, deyir ki, İmam Şafi Rahimullah bu ayənin ən belə düzgün, doğru dəlilə uyğun münasibətli ilə məna verir. Yəni, hikmə sözünün sünnə olmasına. Və eyni zamanda Quran-ı Kərimdəki ayət ki, mə yutle fi buyutikunna, sizin evinizdə oxunulan, bu dəlalət edir ki, möminlərin anası, analar deyək, möminlərin analarında evində ancaq Quran və sünnə olardı. Möminlərin analarında, yəni söhbət kimdən gedir? Peyğəmbər sallallahu aleyhi ve sellemin zövcələri haqqında. Onların evində nə oxunardı ancaq? Quran və sünnə. Və bununla da Allah Resulü sallallahu aleyhi və səlləmin əzəmətli bir əxlaqıdır ki, öz ailəsini bununla tərbiyələndirərdi. Necə ki, ayədə gəldi. Ki, onların evindən oxunsun Quran, Allahın ayətləri və hikmə. Və deyin, nə gözəldir ki, qadınlar və kişilər bu gözəl ətirli siraya tabi olsunlar. Yəni, Peyğəmbər sallallahu aleyhi və zövcələrinin həyatına tabi olsunlar. Öz evlərində bu, tabi olaraq, yəni bunu etsinlər. Necə ki, Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki, وَاتَّبِعْ مَا يُوحِي إِلَيْكَ مِنْ رَبِّكَ وَاصْبِرْ Rəbbindən vəhy oluna tabi ol və səbr elə. قُلْ إِنَّمَا أُنْذِرُكُمْ بِالْوَحِي Allah Subhanahu Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, de, mən sizi vəhy ilə çəkindirirəm, ya vəhy ilə çatdırıram və xəbərdar edirəm. Və şeyx qeyd edir ki, çünki hidayət, düzgün yol vəhy naslarında olur. Vəhy nədir? Quran və sünnədir. Necə ki, Allah subhanahu teala buyurur ki, قُلْ إِنْ دَلَلْتُ فَإِنَّمَا أَدِلُّ عَلَى النَّفْسِ وَإِنْ اهْتَدَيْتُ فَبِمَا يُوحِي إِلَيَّ رَبِّ إِنَّهُ سَمِيعٌ قَرِيبٌ De, əgər mən azğınlığa düşsəm, yəni yolumdan azsam, haqdan çevirirsəm, həqiqətən nədir? Öz nəfsimə görə azıram, yəni özümlə azıram. Əgər düzgün doğru yola düşərəmsə, düzgün yolda olaramsa, bu Rəbbimdən olan vəhy ilədir. Rəbbimdən olan vəhy ilədir, hansı ki nədir? Düzgün doğru yola düşmüş olaram. İnnehu semi'un qarib, o eşidəndir və yaxındır. Və şeyx qeyd edir burada, Şeyx Abdülmalik Ramadani. Və insanların çoxsu, əsasən də qadınlar, nədir? Tərbiyədə, övladların tərbiyəsində ehtimad edirlər hara? Təcrübələrə. Avropanın, ya psixologlara, ya hansı bir məktəblərə, hansı bir şeylərə ehtimad edirlər. Və nə olur? Unudurlar Quran və sünnə. Və şeyx qeyd edir ki, əgər onlar Quran və sünnədən bir şey götürsələr, təbərrük hətta yolun olsa, yəni heç nə başa düşməsələr, yəni evində Quran və sünnə oxunur. Ancaq Quran və sünnə. Heç nə başa düşməsə belə, uşaq, ya zövcə, bərəkət olaraq kifayətdir. Bərəkət olaraq kifayətdir. Necə ki, həmən bu ailədə keçilir. Və şeyh qutarır burada bununla. وَالتَّوْفِقُ وَالْقُدْرَمْ بِيَدِلَّهِ Müvəffəqiyyət də və tək başına qalmaq da Allahın əlindədir. Aleyh təvəkkəlt və ileyhi unib və Allaha təvəkkül və ona tövbə edirəm. Kətəbə Abdülmalik Ramadani Rabi'l Avval'ın 20-sində 1446-cı ildə. Neçənci il indi? 1446-cı il Rabi'l Avval'ın 20-sində yazmışdım. Bununla şeyx nəyə qeyd edir burada? Övladların tərbiyəsindən. Subhanəkə və bihamdikə əşhədu ən la ilahə illə entə əstəğfiruka və etûbü ileyk.